Və hiyə min məhasinil İslam. Həqiqətən zəkat İslam dininin gözəlliklərindəndir. Əlləzi cəə bil musavva. Yəni İslam artıq bu zəkatı bizə əmr eləyib və bu da ki, insanlar arasında ədalətlilikdir və tərahumu və təatu və təavun və həmçinin insanlar arasında bir-birlərinə rəhim etməkdir və bir-birləri ilə yardımlaşmaqdır. Və qat'u dabira kulli şərrin yuhaddidul fadilətə vəl-əmnə vəl-raxa və həmçinin zəkat artıq, belə deyək ki, insanların əminliyini, onların rahatçılığını aradan qaldırmağa çalışan bütün şərləri kəsir. Və qeyri zəlikə min muqavvimatil bəqai li salahid dunya vəl-əxirə və həmçinin zəkatın insanların dünyalarının və axirətlərinin islah olması üçün digər səbəbləri var. Fəqad cəaləhəllahu tuhratan li sahibihə min razilətil buxul. Artıq Allah Subhanahu taala zəkatı insanlara vacib etmişdir ki, hətta bu malın sahibi o xəsislik rəzilliyindən çıxsın. Xəsislik rəzilliyindən çıxsın və tənmiyyətən hissiyyətən və mənəviyyətən min əfətin naqs və həmçinin insanın malında olan istər mənəvi, istərsə də ki hissi naqislikdən təmizlənsin, daha da artsın malı. Peyğəmbər sallallahu aleyhi və səlləm qızı Fatiməyə nə deyərdi? Ey Fatimə, bil ki, sənin malın xərcləməklə artır. Və musavvatin beynə xalqihi bima xawlahum min malin və i'anatan min al-aghniyai li ikhwanihim al-fuqara. Və həmçinin zəkatda nə var? Allah Subhanahu taala zəkatı vacib edib burada mal sahibləri ilə digər insanlar arasında bərabərlik var. Bərabərlik yaranır. Onların bir-biri ilə yardımlaşması olur və həmçinin zənginlər kasıb qardaşlarına yardım edirlər. Əllədinə lə yəqdiruna alə mə yuqimu əvəddihim min məl. O fəqirlər ki, o kasıblar ki, onların ehtiyaclarını ödəyəcək qədər qüdrətləri yoxdur, malları yoxdur. Və lə quvvətə ləhum alə əməl. Nə də ki, onlar işləyə bilmirlər. Və təhqiqən lissələm. Və həmçinindəki zəkatda nə var? Salamatçılığın həyata keçməsi. الذي لا يستقر بوجود طائفة جائعة ترى المال المحرومة منه وتأليفا للقلوب. Yəni artıq zəkat çıxarılmaqla, zəkat verilməklə yer üzərində ac insan qalmaz və insanların qəlbləri bir-birinə sevdirilər, bir-birinə birləşər, onların qəlbləri bir-birinə isinər. Və cəm'ən lil kəliməti hinəmə yəcudul əğniyəu aləl fuqara binasibin min əmvalihim. O vaxt ki, zənginlər öz mallarından kasıb qardaşlarına verirlər, bu zaman artıq onların sözləri bir olur. Onların sözləri bir araya gəlir. Və yumessilu hədihil fəriqə əl-kərimətu yu'ləmu ənəl-İsləmə huvə dinul ədələtil ictimaiyyə. Artıq buradan da görünür ki, nədir? İslam dini bu fərzdən, bu zəkatdan da görünür ki, İslam dini insanlar arasında, cəmiyyət arasında ədalətliliyi təmsil edən bir dindir. Əlləzi yəkfulu lil-fəqiril əcizil əyşi vəl-quti vəlil-ğaniyyi hurriyyətə təməlluki müqabələ sə'yihi və kədhihi. Və deyir ki, necə ki, İslam dini ehtiyacı olan, aciz, fəqir kimsəyə yardım etməyə və onun ehtiyacını ödəməyi əmr edib, onunla belə də zəngin kimsəyə o əziyyətindən sonra, çətinliyindən və çətinliklə qazanc əldə etdikdən sonra malı ilə azad hərəkət etməyi ona icazə verib. Şəriət çərçivəsində azad hərəkət etməyi icazə verib. Və hədə huvəl məzhəbul müstəqimulləzi bihi imaratul kavn. Yəni, bu elə bir yoldur ki, bu yolla, Allahın qoyduğu bu yolla artıq kainat düzgün hərəkət eləyir. Və salahuddini və dünya. İnsanların dinləri də, dünyaları da bununla islah olur. Fələ şuiyyətə mutatarrifə və lə rasməliyyətə mumsikətun şəhihə. Yəni, burada nə həddi aşan komünizm yoxdur, nə də ki, xəsis kapitalizm yoxdur. Yəni, burada nədir? İnsanlar arasında ədalətlilik var.